Aqimis salate li zikri. Dinimizdə, Qur'an-ı Kərimdə ayələr və hədislərimizdə bizə gələn xitabələr ki var, müxtəlif formalardadır. Bir yerdə məsələn Qur'anda görsən Allah-u Teala nəsə bizi başa salmağa dastan formasında danışır. Bir yerdə tövsiyə xarakterli daşıyır, bir yerdə əmr eləyir. Biz Qur'an-ı Kərimə baxanda görürük ki, məsələn namaz barəsində birbaşa indi ayə ki tilavət elədiyi xidmətinizə Allah-u Teala buyurur ki, Aqimis salate li zikri. Əmr eləyir birbaşa. Namazı bərpa eləyin li zikri. Məni yad eləməyə görə, məni zikr eləməyə görə namaz qılın. Allahı yaddan çıxartmayın. Bəzən məsələn birinə görsən deyəndə ki, sən Allahı yaddan çıxartma həyatında, Allahla yaşa. Bir şey, mən həmişə Allah mənim yadımdadır. Namaz qılırsan, yox. Allah yaddadır, amma Allah-u Teala deyir ki, o yad yox. Mənim yadım namazdır, Aqimis salate li zikri.